Nəfs şuurlu deyil ki, dəfələrlə təkrarlayıram. O fərqi yoxdur. O bir dənə rahat tələbli və ləzzət görsün. Sən ona namazı ləzzətli göstərəndən sonra, sən ona dərs oxumağı ləzzətli göstərəndən sonra, o artıq ona tərəf gedəcək. O ki, qırıcıların bəzi raketlərlə ki, vururlar, o raket ki, düz getmir. Qırıcı hara getsə, onun arxasıca gedib axırda onu partladır. Qalxsa, düşsə, ensə, hara getsə, o raket, onun arxasıca gedən partladıcı raket, o əslində şuurlu deyil, eyni zamanda da raketi anlamır o. Bəs nə üçün raket hara gedirsə onun arxasıca gedir? Bunu necə düz qoş eləyiblər? Bunu necə ona bir trayektoriya veriblər? Ona istiliyə tərəf getmə trayektoriyası veriblər. İndi siz təsəvvür eləyin ki, getdiyi yerdə ondan daha bir hərarətli başqa bir obyekt olsa, raket başqa bir obyektə tərəf gedəcək. Bax, nəfs də belədir. O ki, dünənə kimi yatmağa meyilli idi, istirahətə meyilli idi, ləzzətə meyilli idi, naməhrəmlə bağlı, nə bilim, söyəndə ki, rahatlaşırdı, vurub sındıranda rahatlaşırdı, bunu eləyəndə filan. Sən ona hansı təlimatı versən indən sonra, o yenə də öz trayektoriyası üzrə gedəcək. Yetər ki, ona bu təlimatı vermiş olasan.